Bir qardaş deyib ki, cəhv faktor yəni tədildən irəlidir. Bəs yox, qaydadır. Bunu kim deyib, vəbşi, harada deyilib, bunun əksini deyən varmı? Bu ümumiyyətlə belə qəbul olunur, yoxsa nəsə istisna var? Heç birini bilmirik. Başa düşdünmürük? Ona görə də bizə sənə qınamırıq. Fikir yaranır ki, Şeyx Abdülqadir... Cəhv tədildən qabaqdadır, yoxsa necə də sual verir? Şeyx Süleyman deyir, bana sual verin. Kimdir? Şeyx Süleyman deyir ki, zaxsıda var. Bu qayda olaraq batildir. Və onun qayda olaraq batildir bu qayda. Tek Şeyh Süleyman da öyle. Başka Məsəl üçün deyirəm, qardaşlar tanıdın, qardaş Subkin tanıdır, Şeyx Süleyman tanıyır. Bunların belə deyək ki, umumən bu tayfası Şeyx Süleyman Ruhaylinin sözünü gətirdilər. Qardaş deyir ki, Şeyx Süleyman Ruhayli deyir ki, belə bir qayda yoxdur, yəni cərhi önə çəkmək və bunların bəzi səs yazılarında bu qeyd olunub. Cərhi tədildən önə keçirmək belə bir qayda yoxdur. Yəni bu yalandır yenə bu şeyxin adından iftiradır və yenə bunlar öz, belə deyək ki, mənhəclərini ortaya qoyurlar. Yəni məsələni başa düşməmisən, sən niyə məsələdən? Birincisi, sən kimsən ki, məsələdən danışasan. İkincisi də ki, məsələni başa düşməmisənsə, hətta hər kimsə olsan belə, məsələni başa düşməmisənsə, onda məsələdən danışma. Onda məsələdən danışma, qoy birənlər danışsın. Və məsələ sənin dilinə gətirdiyin kimi deyil ki, Şeyx Süleyman Ruhayli cərh və tədildə cərhin tədildən önə keçməsini inkar edir və yaxud da ki, nəsə. Belə bir söz deməyib Şeyx Süleyman Ruhayli. Və Şeyx Süleyman Ruhaylinin sözünü də siz düzgün başa düşməmişsiniz. Və sadəcə Şeyx Süleyman Ruhayli demişdi ki, əgər bir kimsə hər hansısa bir kimsədən çəkindirərsə və başqa kimsələr də o kimsəni təzkiyə eləyərlərsə, onda sən təzkiyə eləyən kimsənin sözünü götürən kimsəyə ilzam edə bilməzsən, məcbur edə bilməzsən. Və şeyxin zahirən sözündən başa düşülən buydu. Amma Allah razı olsun, bizim qardaşlardan birisi şeyxlə telefon əlaqəsi saxladı, şeyxə zəng vurdu, Şeyx Süleyman Ruhayliyə və bu məsələ barəsində şeyxdən soruşdu. Və şeyx dedi ki, mənim qəsdim bu deyil. Və şeyx dedi ki, mənim qəsdim bu deyil. Yəni görürsən ki, yenə alimlərin sözünü düzgün başa düşmürlər. Yenə alimlərin sözünü düzgün başa düşmürlər. Yəni elə bir kimsə yoxdur ki, cərh və tədil elmini və yaxud da ki, cərh və tədil elmində cərhin tədildən önə keçirilməsini inkar etsin. Elə bir kimsə yoxdur. Bu kimsə ancaq ya bidətçidir, ya hizbidir, ya inətkar, ya təkəbbürlü adamdır. Aydındır. Belə bir kimsə yoxdur. Əhl-i-Sünnə və Cemaatdan, Əhl-i-Sünnə imamlarından, sələfi şeyxlərdən, müasir şeyxlərdən cərh və tədil elmini inkar etsin və ya cərh və tədil elmindən olan, cərh və tədil elminin bir, deyək ki, şöbəsi olan, bir fəsli olan cərhin tədildən önə keçirilməsini inkar etsin. Yox, belə bir şey yoxdur. Və bu, imamlar tərəfindən qoyulan bir qaydadır. Əgər cərh təfsilatlı olarsa, bu zaman tədildən öndədir. Hətta tədil edənlərin sayı çox olsa belə. Hətta tədil edənlərin sayı çox olsa belə. Gör, əgər cərh edənlərin sayı çox olsa necə? Alimlər deyiblər ki, cərh tədildən öndədir, təfsilatlı cərh tədildən öndədir. Əgər hətta tədil edənlərin sayı çox olsa belə. Yəni 100 nəfər tədil edib, bir nəfər cərh edir və bir nəfərin cərhi də təfsilatlı cərhdir. Təfsilatlı dəlil üzərində, hüccət üzərində, bəyan üzərində olan bir cərhdir. Və bu zaman bütün ümmətə vacibdir ki, o bir nəfərin sözünü götürsün. Əgər tədil edənlərin sayı çox olsa belə cərh edənin sözü götürülürsə, gör, cərh edənlərin sayı çox olsa necə olur? Əlbəttə ki, yəni bu daha da güclüdür. Və bugünkü gün istər Hələb olsun və yaxud da ki, digər bunları müdafiə etdiyi sələfi gördükləri Muhammed Hasan olsun və yaxud da ki, digər bunların bidətçi şeyxləri olsun, yəni cərh edənlər daha çoxdur. Cərh edənlər, təzkiyə edənlərdən daha çoxdur. Uzaq başa gətirərsən bir dənə, iki dənə alim ki, Hələbini bidətçi görmür. Amma sənə mən sayacağım Şeyx Salih Fozan, amma mən sənə sayacağım Şeyx Rabi və mən sənə deyəcəm ki, Şeyx Abdülaziz Racihi və həmçinin sənə deyəcəm ki, ləcnənin alimləri umumən və həmçinin sənə deyəcəm ki, Şeyx Raslan və Şeyx Muhammed ibn Hadi və Şeyx Ubeyd Əl-Cəbiri və Şeyx Salih Suheymi və digər şeyxlər. Və gör ki, yəni bu məsələdə də insanlara batil donu, yəni sələfi adı altında batil bir don geyindirlər. Yəni bu donu toxuyan sanki sələfidir, amma donun özü nədir? Batildir. Yəni insanlara bu cür gözlərini batillə örtürlər. İnsanların gözünü örtürlər və insanlara sanki haqqı batil kimi və batili də haqq kimi göstərirlər. Özlərində deyirlər biz sələfi, yəni qəribədir. Özlərinin bu qədər düşdükləri müxaliflikləri görmürlər bəyəm. Özlərinin bu qədər düşdükləri müxalifləri görmürlər. Yəni bu, görürsən ki, bunların alimlərə qarşı olan münasibətində, alimlərə qarşı olan bunların mənhəcində problem var. Alimlərə qarşı düzgün rəftar, üslubu tuta bilməyiblər. Aydındır. Və görürsən ki, alimlərin sözünü yalandan gətirirlər, alimlərin sözünü kəsib gətirirlər, alimlərin sözünü tərcümə edirlər, yarısını kəsirlər, yarısını qoyurlar. Yəni özlərinə sərf edən yerini götürürlər. Bunlar hamısı
yəni bidət əhlinin, müxalif kimsələrin tutduğu mənhəc, tutduğu yoldur. Barakallahu fikum və sizə vacib olan və əhl-i-sünnə və cəmaaya, möminlərə vacib olan odur ki, öz dinlərində sabit olsunlar, öz dinlərində möhkəm olsunlar və bu cür şübhələrə, bu cür heç insanın belə deyək, yerini də belə tərpətməyəsi bu şübhələrdir. Görürsən ki, alimin sözünü özü başa düşdüyü formada çatdırır. Alimin sözünü özü başa düşdüyü formada çatdırır. Amma gelirsən alimdən soruşursan, alimə zəng edirsən, alim deyir ki, yox, mənim qəsdim bu olmuyor. Aydındır. Və özünüz üçün çalışın və çalışın ki, öz ailəniz üçün və özünüzü və ailənizi sabit saxlayasınız.